Salam. Əgər siz də hər dəfə riyaziyyat testini açanda içinizdə nə elərdin ilahi deyə fəryad edirsinizsə, ya da əkinçi kimi bütün günü çalışıb nəticə görməyəndə zarıyırsınızsa, tək deyilsiniz. İmtahan ərəfəsində hamımızın vəziyyəti oxşardır. Bu gün böyük Mirzə Ələkbər Sabirin yaradıcılığı üzrə cəmi 5 qızıl suala baxırıq. Görək imtahanda Mirzə Ələkbər Sabirin satirası sizi ağladacaq, yoxsa güldürəcək? Sual 1 gəlir. 9-cu sual. Mirzə Ələkbər Sabirin əkinçi şeiri əsasında müqayisədə düzgün olmayan fikri müəyyən edin. Yəqin ki, cavabları şərhdə yazdınız. A variantı, mülkədarın zülmü, kəndli isə acizliyi verilmişdir. Doğru fikirdir. Bilirik ki, burada həm mülkədar, həm də əkinçi obrazı var. Mülkədar dəbli həyatı üçün hər şey edir. Əkinçi isə acından ölməmək üçün çalışırdı. Bəli. Satirada iki qrup cəmiyyət. Birinci qrupun əzab çəkməsi var. İkinci qrupun isə zülm etməsi var. Doğru fikirdir. Mülkədar öz dili ilə ifşa olunur. Yəni, özünün ifşa üsulu var. Əkinçinin isə danışığına yer verilməmişdir. Doğrudur. Mülkədarlar kəndliləri soyuqtalayır. Kəndlilər isə buna göz yuma bilmirlər. Əksinə göz yumurlar. Bax, düzgün cavabımız Y variantı. Mirzə Ələkbər Sabirin əkinçi əsəri haqqında hansı fikir doğru deyil, yəni yanlışdır. A variantı əsərdə mülkədar obrazının daxili aləmi, üzr istəyirəm, müəllifin dili ilə verilir. Xeyr, obrazın öz dili ilə verilir. Düzgün cavabımız A variantı olacaq. Mirzə Ələkbər Sabirin nə elərdin ilahi əsəri haqqında düzgün olmayan, yəni yanlış fikri biz tapacağıq. A variantı əsər mükəmməl bədii keyfiyyəti ilə diqqəti cəlb edir. Doğru fikirdir. Şair xilas yolunu milli mənəvi oyanış və özünü dərkdə görürdü. Doğru fikirdir. C variantı, şair məzluma zalimin zülmünə qarşı səbirli olmağı məsləhət görür. Xeyr, əksinə səbirli olmamağı, etiraz etməyi, öz haqlarını tələb etməyi məsləhət görürdü. Doğru cavabımız C variantı. 17-ci sualımıza baxırıq. Verilmiş əsərləri müqayisə etməklə cədvəldə uyğun fikirləri tapırıq. Bir tərəfdə Sultan Səncər və Qarı Nizami Gəncəvinin əsəri, digər tərəfdə isə Mirzə Ələkbər Sabirin əkinçi şeiri var. Bir də bunların ortaq cəhətlərə baxaq. İşləri ilə aləmi alt-üst edən şəxs aşağı təbəqənin nümayəndəsi tərəfindən ittiham olunur. Bu doğru fikirdir, amma əkinçi əsərində bu yoxdur. 1. Doğrudur. Mövzusu hökmdar rəiyyət münasibətlərinə həsr olunmuşdur. Əkinçidə varmı hökmdar rəiyyət? Xeyr, elə yalnız rəiyyətdən danışılır. 1-2, 1-2 ilə olan cavabımız 2 variantda var, həm D, həm C. 4 də yanlış fikir olacaq o zaman. Cavabımız 1-2, 6, yəni C variantı olur. Yazıldığı vəzn Füzulinin Leyli Məcnun əsəri ilə eyni olsa da, Mətləb Etiqar əsəri ilə eyni deyil. Və sonuncu 5-ci qızıl sualımız Mirzə Ələkbər Sabirin yaradıcılığı ilə bağlıdır. Mirzə Ələkbər Sabirin şeirinə verilən nümunə haqqında düzgün məlumat istəyir bizdən. Seyr etməyə fəzanı icad olub balonlar, bir yanda avtomobillər, bir səmtdə vaqonlar. Hər ixtiraya dair təsis olur salonlar. Vallah, bunlar azıblar başdan ayağı millət, indi biraz da dincəl, baş qoy yatağa millət. Bu şeir haqqında bizdən düzgün məlumat istəyir. Düzgün cavabı şərhlər bölməsində qeyd eləyərsiniz. 5-də 5 yazanlar, əhsən, Sabirin ruhu şad oldu. 2-dən az yazanlar, siz yaxşısı budur gedin biraz əkinçi kimi zəhmət çəkib mövzunu təkrar edin. Əkinçi əsəri üzrə, nə elərdin ilahi əsəri üzrə imtahana düşə biləcək digər sınaqlar işləmək üçün ekranda gördüyünüz WhatsApp nömrəsindən mövzu sınağı olan kitabımızı sifariş eləyə bilərsiniz. Növbəti sınaqda görüşənədək kitabla qalın.